Məçqal çox qalıb. Gözlə. Baxa bilərsən. Ay Məçqala, neynədin sən? Qızın adı Şəfadır, Vəfadır. Sil bunu. Sən gözlə, bir şey fikirləşərəm, deyən. Deyən. Yaz nömrəni. Tatusilərin nömrəsidir. Yox, Vəfa adlı qızın nömrəsidir. Sən o birisi qızı qır getsin. Bunun adı Kakraz Vəfadır. Yaxşı qızdır, əsl evlənəsi qızdır. Özü də qolunun üstündə tatu yazılıb da. Ay, neynirəm Vəfanı mən? Biz Şəfa ilə bir-birimizi sevirik. Doğrudan desən. Amma Mətiş xalanın tatusuna söz ola bilməz ha. Mən ondan bir dənə qartal istədim. Qoluma bir dənə qartal istədim. Bir dənə qartal. Super. Göstər baxım. Nə buna bax. Ha, budur qarta. Ay Məçqala, mən neyniyəcəm indi? Qız məndən küçük, ona sürpriz eləyəcəkdi. Bunu sil, Şəfa yaz. Ay oğlum, onu silə bilmərəm. Bizdə silmək yoxdur. Silmək başqa yerdə 400 manatdır. Sən mənə 300 manat ver, barışdırım sizi. Yaxşı, bizi barışdırdın. Bəs bunu neyniyəcəm? Ala, bildi. Ala götürürsən, o V hərfinin yanına Mətiş xala. Bir dənə də V qoyursan, bax belə. W. Başa düşdün? Sən də gedib deyərsən ki, tatu yazanın klaviaturasında Ş hərfi yox idi, ona görə W yazdı. Vəssalam. Yaxşı. Get, 3 gün suya vurma ha, o tatunu. Qoy qurusun. 3 gündən sonra gələrsən, W-nu düzəldərik. Yaxşı. Yaxşı? Get. Get. Buna bax, özü W yox. Yaxşı qutardıq, ey. Yox da, gəl. Çaxsını bilib ya. Nətərsiz? Şirin harda qaldı? Deyirəm, Oqtay, yaman kasıblamısan, ey. Təzə qız da yoxdur. Sən çökəndən mən də çökmüşəm, inanırsan? Sənə görə oldu. Çörəyə çox təpi atdın, çox sıxdın məni. Belə inəyi elə sağmınları, qurutdun çeşməni. Dəhşət kasıblamışam. Yavaş-yavaş bu yaxşı bilər. Kasıb hərəkətlər var, bir-iki dənəsi, onu öyrənmişəm. Təsəvvür elə bayaqları 3-4 nəfərlə birləşib. 2 litrlik sokalı bizim. Yarışla ya, Oqtay, deyirəm mənə, eləmə. Atışa. Çox üzülü ya. Şirin harda qaldı ümumiyyətlə? Xarici işdən nazirləri görüşəndə 8 saat çəkmir. Heç bir 8 saatda Topal'la nəyin söhbətini edir, nəyin müzakirəsini aparır. Gələr də indi. Siz burada neynəmirsiniz? Qəribə iyi gəlir belə. Çerninin iyidir. Oğlanın qoluna tatu eləyirdim axı. Deyirəm, sən də çernini dincəlməyə qoyma ya. Ya belə yazırsan, ya da tatu yazırsan ona. Dincəlmirsən, Neyniyim? Pul qazanmalıyam ya yox? Qazan. Neçə yazırsın ki? Demərəm. Tatu buranı da qarşılamışdır. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Exadrill, sponsor Yaman Qaradok. Mən elə buradayam. Başqa yer varsa, gəlim. Hə, buradayam. Gəl. Reyhan bacı, xoşuma gəldi. Günəyi söhbətə çağırmışsan, ha? Qəşəng, buna bax, pakoskiya bax. Bəh. Bir nə də ki, elə şirin qaqama bax, belə qız yaraşır da. Özüm ölüm, qan iyi gəlir, qan. Ona bax. Bir nə də ki, Reyhan bacı, həmişə oğlanlar qız söhbətinə getməyəcək ki. Bir də qızlar oğlan söhbətinə getsin. Yox, dedim ki, bir gəlsin, aydınlaşdıraq, nə deyil. Elə deyil. Belədir, o dəcən, xoşuma gəldi. Mən niyə elə danışıram? Nə olub, niyə çağırmısınız? Vaxtım yoxdur, tezdən çıxıb gedirəm. O baxır sənin başa düşmə surətinə. Mən tez deyəcəyəm, sən də tez başa düşəcəksən. Besat, xoşuma gəldi Reyhan bacı. Mənə baxır, Şirini hara qaçırtmısınız? Hə? Siz nə danışırsınız? Mənim atam adam qaçırdandır. Özdə mənim atam bilsə ki, siz ona bax belə şər atırsınız, sizin üçün heç də yaxşı olmayacaq. Siz deyəsə Topal tanımırsınız. Atvet. Mən Topal zat. Reyhan bacı, onu da deyəcək. Mənə bax, mən Topal zat bilmirəm. Şirini necə qaçırtmısınız, elə də gətirib qoyun bura. Özdə o sizinlə işləmək istəmir. Onun sevgilisi var. Qəşəng,
Qəşəng. Mən olsaydım bax bu yerdə qandırıb çırpardım yerə. Sən nə tərsən? Ay xanım, dedim axı, mənim atam belə xırda şeylərlə məşğul olmur. Sizin sevginizi nəyə qaçırsın ki? Sizə bir dənə belə kömək eləyə bilərəm ki, sizlə bir yerdə mən də axtarıram Şirini. Mənim daha sizə sözüm yoxdur bax. Patlatdınız. Oğlum. Canım, ürəyim, nəfəsim, hər şeyim, evimin müəyyən qədər kişisi. Qutar da, Mətiş, qutar da, sən canın. Heç olmasa o oğlunu oynama da. Şirin burada olmayanda sən bir qram nə həyəcan keçirirdin, nə tükün tərpənirdi. Qutar, qutar. Şirin, nətər oldu? Sən Topalla görüşdün, necə adamdır? Mama qurban, bilmirsən qıraqda nə qədər pulu var. Ala, danış da. Sənə nəsə eləyib ləbəyə? Bu bir dəfə də bir dənə razborkaya getmişdi. Oradan qaydanda da susmuşdu, danışmırdı. Ağarmışdılar ki. Elə bil ki, Oqtay əmi. Bunu apa... Mən nə bilim, gir telegramda özün bax da. Ala, hara getdin çıxdın ala? Bu köhnə söhbətdə bağlandı o. Şirin, Topalı gördün, nə danışdınız, nə dedi? Deməli atam. Otur. Topa mən... Otur. Sən necə Topalın adamsan ki, yanından Güneyli qaçırdıblar? Yatmısan ayaq üstə? Topa mən... Dayan, özümü kəsmə, hələ qutarmamışam. Amma halaldır sənə. Öz səhvi özün düzəltmirsən. Güneyli tapıb xilas eləmirsən. O Güneyli qaçırdanlar var idi, onların da üçünün də ayağını Topal elədik. Ayaqlarına iz qoyduq ömürlük. Sən ayıq olmalısan. Hər adam Topalın adamı ola bilmir. Mən göz açıq və etibarlı adamları xoşlayıram. 10 nəfərin onun da Topal eləyib göndərdik. Bundan sonra heç kim bizə hörmətsizlik eləmədi. Sən kiçik çaplı işlərdə uğur qazana bilərsən. Bir dəfə də mənə qarşı silah çəkdilər. Allah mənə, mənə qarşı silah çəkmək bilirsən nə deməkdir? Bax elə ona görə də sənə mükafat olaraq bir iş tapşıracağam. Deməli, gedirsən bizim obyektlərdən birinə, deyirsən mən Topalın adamıyam. Sənə pul verəcəklər. Qoyursan cibvə. O da olur sənin xəşliyin. Sən hansı tərəfdə olursan? Ora yaxın obyektdeyim də. Dağüstü park tərəf. Dağüstü park tərəfdə bizim obyektlərimiz çoxdur. Bax, burada var. Deməli... Bax, gelirsən bu obyektə, oranın arendasını götürürsən, qoyursan cibvə. Olur sənin xərcliyin. Oldu Topa mənim, oldu. Hə, bir də mən Topal deyiləm. Topalın ən yaxın adamıyam. Bəs mən 8 saat Topalla söhbət eləmirəm. Yox, Topalla danışmağı hələ çox var sənin. Sənin adın nədir? Demirsən? Deyirəm də. Demirək. Adın nədir? Deyirəm də. Onda ətli yemək yeyəndən sonra hamı çırsa-çır səni çağırır ki. Yaxşı, gel. Topala deyəsən ki, mən işdən çıxıram da işləmək istəmirəm. Yer, ona hələ baxarıq. Ala 8 saatım ondan söhbət edirəm. Elə bilirəm ki, Topaldır. Akas Topal deyilmiş. Sağlamdır. Ala Topalı sağ əliymiş. Onda elə çıxır ki, Topalın ayağı yox, əlində problem var imiş, hə? Ala mən kimlərdən otururam ala. Oqtay, bu ağılla Mirvari nəcəm indiyə qədər sənin xəyanətini tutmayıb, hə? Tutmayıb da deyil, tutmayıb yox, tutuldurmamışam.
Yox, əslində tutuzdurmuşam, səninlə tutuzdurmuşam. Mən xəyanətlərin hamısının üstünü ört-bastır eləmək üçün sənə bir ətəy pul xərcləmişəm. Mirvarinin gözündən pərdə asasan deyə. O pulların hamısını bir yerə yığsaydım, indi bu dəqiqə qırağda 5 dənə əksinsin nümayəndəsindən qadın var idi yanımda. Sırf bizə nəyə görə? Dur get oradan mənə çay gətir deyim, sonra da yer işinə bax. Oktay, hər ehtimala qarşı sənin dediklərini yazmışam. Yara bir dəqiqə dayanın da. Reyhan niyə? 40 dəfə mənə zəng gelib görünməmişəm. Əşi Reyhan sənə görə getdi Günelin üstünə. Nə? Gündən eksi görüşüblər? Ay yox, Xosi ilə bir yerdə getdilər. Alanda Xosetlə konumasın gedim orada. Yaxşı, sən də rahat ol. Deyərəm indi. Gidin. Şirin, hardaydın? Hardaydım deyəndə ki, Siryazım, sənə görə getdim, işdən çıxdım. Həll elədim, gülümsə, mən daha gəlməyəcəm. Deyir, buz kimi soda, yaşasın Svoboda. İstersen buz kola. Deyirəm, Şirin sağ olsun. Dünən məni qaçırtmışdılar. Şirin də gəldi, məni xilas elədi, özünü risk atdı. Şirin də sağ olsun, mənə görə işdən çıxdı. Yəni risk elədi, işdən çıxdı. Sən narahat olma. Sənə təzə bir iş tapacağıq. Mən sənə inanıram. Siryazım, deyir, 3'dü, 5'di, pis günlər keçdi. Günel xanımdan da sağ olurlar. Çünki sən onun yanında da işləmirsən. Güney xanım, sağ olun. Düz papaya salam deyin, papanın özünü görənmədim. Mənim adımdan ona sağ ol deyərsiniz. Siryazım, getdik. Getdik. 3'dü, 5'di, pis günlər Oldu keçdi. Ceyhan. Değil 5'li 6'lı 7-8 filancı. Tatlı zəngelin. Şirin bəy, özünü mənə bağla. Sonra da məni tək qoy, çıx ged, hə? Mən buna imkan verməyəcəm. Mən də Topalın qızıyamsa, sən görərsən. Şirin qaqaş, bura bizi üçün çox böyükdür, sıxarlar bizi. Ala sən narahat olma qardaşın, Rusiyada belə obyektlərdən sən nə qədər pulu qopardı? Hələ görürdüm iş zəifdir, ağzıma bir dənə bıçaq qoyurdum, yaxınlaşdım xanımlara, pulları alırdım onlardan. Rəqqasəni yedin ya. Ala indi onlar elə deyirlər, amma tam belə deyil də. Bir dəqiqə yanım. Görün qardaşımız neyini yiyəcək? Neyəcək? Eşidin və bilin, köyünə Şirin qayıtdı. Kardeş, sesin tonu biraz aşağı al. Görmüyor musun burada insanlar var? Ata, görüyorum insanlar var. Sen öz tonunla məşğul ol, bildin? Saçarsan başqa ton qoyarsan cəmaatın başına. Şimdi o. Ben işimdeyim, deli midir nedir? Davay. Heç kim eşitmədi, görmədi, köyünə Şirin qayıtdı. Buyurun, nə lazım idi? Hala bu bahala evi tikimdə la. Sizin bizə verəcəyiniz var, əmanət var, gəlmişik onu almağa. Siz kimsiz ki? Hala biz Topalın. Anladım. Gözləyin, burada gətirirəm. Cət. Cica. Belə dur. Ne oldu bana güzgüdən baxırsan mənə, baxışırsan mənə, nəsə problem var? Deli misin, nesin sen kardeş? Gör nə deyir, adın nədir sənin? Hasan. Hasan, elime hasanlıqla səni yoxa çıxardım bu həyatdan, bildin? Deli misin, nesin? Git işinle meşgul ol. İşimlənəm mən, işimlə. Qoca sincap, sən nəyə gülürsən? Ərimin pullarını gəlib salonlara xərcləyirsən, xeyri yoxdur onsuz. Neysə elə. Buyurun. Ay sağ ol. Day saymıram da düz olar da. Topal əmiyə salamlarımızı çatdırın. Desin ki, bu dəfəm sizi yormasın. Gələn dəfəm desin, biz gətirərik. Ay sağ ol. Öpürəm sən ki qaşının ortasından. Hasan Saş abi, sağ ol. Deli misin, nesin? Git işinle meşgul Bu ol. deyəsə Əşrefin adamı deyir. Hala sen de gel de güzel kimdi adam. Şirin, mama qurbanı, yəni bu qədər asan. Ama bu kadarsan. Bu topa fikirləşdiyimizdən də enki adammış, böyük adammış. Ne kadar obyektleri var. Məşqalar, onun adının açmadığı qapı yoxdur. Dava, deyirəm onda pulun qapı xarab olanda onun adını çəkib asmaq olar qapını. Sənin də başı var ha, gic ha. Deyirəm bir də heyvan sever yoxdur. Xoşa yiyələnsin. Hələ. Adam tabağa verib buna baxsın da. Canımız qalsın bundan. Mənə qulaq asın, bu vəziyyətdən istifadə eləmək lazımdır. Necə? Necə? Madam ki, Şirin Topalın bütün obyektlərin siyahısını bilir, bir-bir gedib o obyektlərə qonmaq lazımdır. Gedin pulunuzu qazanın da.
Mən Nurten varlı vaxtlarımda ofisdə bir yerdə pul gizlətməmişəm. Tapamıram, gör nə günə düşmüsən, yoxda. Xırda pullara bax. Yəqin cibimdən düşüb, xadimə də qoyub bura. Tapdım. Aha. Gətirin bütün sənədləri özüm imzalayacağım. Aha. Mən indi yığaram sizi. Aha. Oktay! Mən niyə heyecanlanmadım? Nə heyecanlanım ki? Kasıb adamım, bir dənə səhvim yox, sağa sola getməyim yox. Nədən qorxacam ki? Ha, çağırsın, Oktay! Tüküm tərpənmir. Mən indi çatır, kasıbı adı ilə çağıranda da belə ümidlənir. Ay canmır varı. Nə edirsən burada? Ayaqqabımın qabağı açılıb kley axtarırdım ki, onu yapışdırım da. Sən nə vaxtdan ayaqqabıya kley vuran olmusan? Sən məndə o yeyintini axtarsan, 485 min manat. Bax, həmin vaxtdan ayaqqabıma kley vurub gəzirəm mən bütün işlərdə. Amma mən sənə sübut eləyəcəm, Rıva. Sübut eləyəcəm ki, mən o pulu yeməmişəm, yemək fikrimdə olmayıb. Yaxşıdır, uzatma. Pul verərəm, geyib ayaqqabı alarsan özüvə. Doğrudan? Ya da yox. Mən o pulu sənə versəm, sən aparıb başqa bir şey eləyəcəksən. Yaxşısı budur, mən sənə kart verim, ged özüvə ayaqqabı al. Mənə də bildiriş gəlsin ki, sən 50 manata ayaqqabı almısan, ayaqqabı dükanından. Gözdə gedim kartı gətirim. $50 manata sağa sola getmək olurmuş. Mən bunu niyə indiyə qədər bilmirəm? Yox da. 50 manat səndə alınmayacaq. Ay qızlara başqan başına açıb belə vermirdin. İndi sən günə biri sənə qret eləsin də. Ay mən də şirinləşirəm kasıbladıqca. Alo. Ciyərim nə var, nə yox, necəsən? Bunların telefona ciyərim siz niyə yazmışam? Adını bilmirəm. Yadımda qalmır da mənim, adlar yadımda qalmır. Sən gör nə deyirəm, mənim kartım bloka düşüb. Mənə bir 100 manat yollaya bilərsən təcili, mən sənə sonra görüşəndə verərəm. İlə, Allah xoşbəxt eləsin. Alo, kontrol qutarı megabaytımda yoxdur. Mən təcili bir 100 manat lazımdır. Oktay, tikinti şirkəti. Samares. 5 dəqiqə tez zəng eləsəydin verərdin. Mən nə deyim, küfrətə bax, ya qalmışam yoldayım. Yox, sənə çığırım. Özdə durur. Alo. Ver mamaya. Şu an niyə telefonu götürsün? Alo, salam aleyküm. Oktay deyə, Samares Oktay. Tanımıram. Şeydə bu, sənə iPhone 17 almışdım, maşın almışdım. Almamışdım, bir aylık kreditimi vermişdim də. Sən indi axırıncı iPhone işlədirsən. Zaten maşını da almışdın. Amma sən bu təzədən bərk yapmış. Yaxşı. Amma sən toy eləsən çağır da, o birilər kimi bir vəfa olma. Salam aleyküm. Mənə. O dəqiqə tanıdı, deyirəm də safdır bu. Eşsənmi, mən bu kartım bloklanıb. Qalmışam küçələrdə, taksi zatda heç nə sifariş verəmirəm. Göndərəmirsən? Bəlkə görüşək götürün. Metroya çatdırılma var sizdə. Metro yaxınlığında bir yerdə görüşək də, yəni. Gör sənə kasımlamışam, fikir versin. Gəl onu da belə eləyək də. Metronun hansı çıxışında görüşək, onu dəqiqləşdirək. Demək, maşinist şəhərə tərəf gedir ha. Maşinist tərəfdən çıxırsan, sonra bu biri tərəfə çıxmırsan ha. Şüşəli qapılar olan tərəfə çıxırsan, şüşəli qapıdan da çıxan kimi sağa da sağa, daha sonra çaşdırma mən. Köşkdən də su alırdıq həmişə, ora. Yaxşı. Davay. Söz, gələm, davay, sağ. Vay görmür var mən nə günə qoyub. Gör nə günə qoyub ki, qaytarıb məni birbaşa tələbəçilik illərimi. Bu variantları həmin vaxt öyrənmişəm, mən. Mənə lazımdır bu 50 yaşımda bu tür şeyləri təzdən geri qaytarıb. Amir var, nə oldu sənin 50 manat
avtomatı skvaytla kuşay ayağımı öldürür. Kanseler ayağımın ziyarını primaniya nədir? Ha, ağır şey kaldıranlar. Onların hamısını koyun yere, bundan sonra lap ağır şey kaldıracaksınız. Bəli, çünkü bizi gelmiş. Məqsədimiz var. Kimdi bura baxan? Ha? Kimdi? Kimdir? Məşq edib özünüzü şarı kimi şişirdirirsiniz, sonra söhbətə gələndə fıs boşalırsınız. O məsələ var ya, deyib bu boyda şarı, bu da iğne partladır. Ali. Yani o inandı, bu inandı. Kimdi bura baxan? Gəlin aladıyam. Salamlar dostum. Salam, məşə gəlmisiniz? Məşq? Nə danışırım? Xanım, bizim vidimizdən, fasonumuzdan siz hiss eləmişsiniz ki, bizə məşq lazımdır. Ha? Sizə şişirdirirsiniz, belə ora-bura qol, zat, siz iki kəlmə söhbət həll eləyə bilmirsiniz. Bizə məşq lazımdır. Biz söhbətlərdə dilimizlə orada hər şeyi həll edirik. Başa düşdün? Dilinlə. Hə, deyəsən ünvan səhv salmışsınız ha. Sizin o dilinizi dəyişib Çin dili eləyərəm. Təzə Kitayski maşınlar kimi nə danışdığınızı da bilmərsiniz. Nə axtarsınız burada? Nə danışırlar, nə danışırlar. Sən mənim dilimi nə çevirə bilərsən, nə dəyişə bilərsən. Başa, bizim dilimiz birdir. Başa, hər yerdə bizi tanıyırlar. Faxı, üçüncü mərhələnin şərtlərini ekranda göstər. Xanım, bizə bu obyektdən pul çatmalıdır. Özdə hər ayın bu günü. Özünüzə problem yaratmayın ha. Onsuz da verəcəyiz. Belə də ki, qaqa, biz Abbasla adamlarıq. Hadi. Lazım gəlsə çox şey eləyəm, yəni. Rusiya ehtiyac yoxdur, başa. Ha, bundan da. Qaqa, mən belə şeylər düşmür də, qaqa, mən belə şeylər düşmür. Ailə eləmində biz başqa söhbət eləyik burada. Bizi vadar eləmində başqa söhbətə. 3000-ni görürüm. Qudurmuşsunuz ha. 20 qəpiklik piraşki yeyib gəlmişsiniz üstümə. Günə bilirsiniz nə qədər protein yeyirəm mən? Qaqa, sizin üçün pis olacaq, deyim biləsən. Sən saxla, bunun vidinə bax. Krişada cücərən soğan oxşayır. Siz bilmirsiniz biz kimi? Hə? Hə, bilmək də istəmirəm. Davay, çıxın rədd olun çölə. Qaqa, biz Topalın adamlarıyıq. Nə? Topal? Əri, nə oldu? Boğazın qurudu. Şikəst oldun. Error verdim. Bizə bu obyektdən arenda pulu verməlisiniz. Ya Topala bu pul çatacaq, ya da ki... Ha, görsən, yadası yoxdur. Çünki Topalın yadası ya pis olur, ya da ki, yadası heç olmur. Bildin? Özdə, qaqa, piraşki 20 qəpiyə yox, 30 qəpiyə olub. Deyim biləsən, səhvim var. Gözlüyün gəlirəm. Cəld. Tez elə biri. Atdan. Sən vaxtların oldu, yoxdur. Keş edirdin orada, burada zar. Getdi o vaxtlar. Bırak, başımıza. O hemen evdən çıxanda ayaqqabının ipini bağladım. Deyən görəm, deyən çıxdım, o sarı şey. Ay, nə yarım saat yarına sarsan, elə ayağına baxdın ha. Ay, mənim ayaqqabım ipsiz imiş. İndi fikir verirəm, hə, o qədər ki, belə imkanlı olanda belə gəzmirsən ki, ayaqqabından xəbərin yox. Yoxdur. Ömrü boyu bu parkda baxırdım ki, kimsə danışa görür. Dedim, yəqin bu... Amma deyilmiş. Adamın yəqin pulu yoxuymuş mənim kimi, ona görə özümdən də. Gələ oturmuşam burada, yəqin özümdən danışıram. Pul olmayanda adam özündən baş-başa qalır. Oktay, necəsən? Aha, gəldin. Özün niyə danışırsan? Başım itirdi. Sənin dərdindən, sevgindən başım xarab olub özümlə danışıram. Dersiniz, pul olmayanda kompliment de keçmir. Pul demiştin sənə, gətirdin? Nə pulu? Gətirmədin. Ay, demədin, bəs pulum yoxdur, qalmışam çöllərdə, biraz pul gətir. Ay da Oktay, ciddisən? Nə deyirəm, zarafat eləyirsən? İndi deyəcəksən ki, elə bilirəm ki, yoxlayırsan yenə məni. Nəyini yoxluyum? Elə yoxladığım buydu da. İndi yox, gerək çoxdan yoxlayaydım. Yoxsa sənin yəni pula ehtiyacın var ki? Əlbəttə var. Yoxsa mən niyə kimdənsə pul istəyim ki? Mən 10 manat pulum var idi. Elə bura gələndə 6 manata dönər aldım. 2 manata da su. 2 manat cibimdə pulum qalıb.
Heç də istəmə qalanam, o da yol pulunda evə qayıdırdım. Yoxda heç nə olmaz, narahat olma. Nə olacaq? Hər şey yaxşı olacaq. Onsuz bir kilə pensiya çıxırsan da, pulun olacaq da, narahat olma. Nə narahatsan ki? Sənin sözündən elə çıxır ki, mən indi belə qoca kişi oxşuram. Sən mənə deyirdin ki, 37 yaşında güclə olaya olum ya böyle. Şeydir, yox da mənə zəng gəlir. Nənəm də xəstələnir, bilirsən də, deməliyəm ona. Mən qaçımdan yaxşısa. Paka. İki nənəsinin yasını öz cibimin pulu ilə vermişəm, hə? Heç olmasa başqa bəhanə tapardın. Olsun. Nə deyirəm? Oradan pul tapma hemen. Pisik. Xosu yaxşı gəlmirsən. Sənin baxıcının evindən çıxan görüblər. Sən bilmirsən ki, bizim aləmdə baxıcının yanına getmək yaxşı söhbət deyil. Bizə sabahlarımız maraqlı deyil. Biz bugün üçün yaşayan adamlarıq, hala. Nə bilməyim qaqa, bu imkansızlıqdan bezmişdim. Getdim baxıcıya. Baxıcı baxdı dedi ki, həyatımda səs-küy görürəm. Səs-küy görürəm? Səs-küy görürəm bana. Ala bilsən nəyi görür? Sən 100% New Holland traktor alacaqsan, baba pul qazanacaqsan. Traktor səs-küyü də, onu deyil. Qaqa, baxıcı düz deyir. O da elə bax bu səslərini çıxardırdı. Zarafat eləmə, hala. Qulaq as, get New Holland al, qazan da. Sonra da get Prior Leasing ha. Sənə yaxşı təkliflə traktor həll eləsinlər 2 dəqiqə ilə. Eyvallah. Xüsusi sponsor New Holland traktorları. Ya. Atam, 2 dənə plasoveri getirmişəm. Pulun da buradan çıx. Qardaş növbəmi gözlə də. Atam, növbə sözündən heç xoşum gəlmir. Çünki xoşbəxt olmaq növbəsi heç vaxt bizə çatmır. Növbə mədəniyyəti paylananda biz o növbədə olmamışıq. Ona görə də biz oturet keçib. Deyirəm necə adamlar var, Mən çox halal adamım. Gələn bunu da verirəm sənə içərsən. Bir şey ki, bağçada yatmağa qoymadığım bağça yoldaşımın ayağının altını qazmışam ki, qoy getsin bir neçə il rahat yatsın. Yəni uşaqlığın əvəzini çıxsın, bildin? Ağzın şirin olsun. Bizdə açın bey, salamet. Sən də istən, sənə yox. Xüsusi sponsor Plus Over. Şəqələnmə, dana. Xosu, hara geysən, hala? Qaqa, dənizə gedirəm. Vacib bir şey var, onu axtaracam. Hala, yenə dənizin dibinə girib cəmaatın şortikindən düşən qəpikləri yığmağa. Yox, qaqa, vacib bir şey var, onu axtaracam. Dırnağımı qaqa, dırnağımı axtaracam. Sən benim şəllaq zar edirsən dırnağıma, o da qopsun. Şallaq nədir? Bu 2 dəfə dənizə çiməndə mənim bu ayaq dırnağımda göbələk var axı. Dırnağım qopdu, düşdü qaqa. İndi gedirəm onu axtarmağa. Məndə vesti sumkada egzodoril damcısı var. Bunu vurursan ora, dırnağıma. Göbələyin sağalır. Özündə dənizə girmə. Göbələyin keçər cəmaata yaxşı deyil. Gələ qalsın səndə. Həyəman deyirəm, həyəman. Daha dənizə getmərəm. Get. Xoşuma gəldi qaqa, sağ ol. Saxla özündə, bağışlayıram sənə. Öpürəm qaqa. Hamı sumkasında, cibində egzodoril olmalıdır da. Xüsusi sponsor Exaderil. Bu nə də la? Yiyib içirsiniz, qardaşımıza demirsiniz, hə? Şirin gəl otur qaqa. Olsa özünə maşın alıb. Nənəsi ilə çıxıblar, bir dənə maşın alıblar. Bir gün biri sürür, bir gün biri sürür. Bir gün biri sürür, bir gün biri sürür. Bura təbriklər. Sağ ol qaqa, sağ ol. Amma bu yol hərəkət qaydalana bilmirəm, qaqa yaxşı. Amma əsas da öz hərəkətləri bilir. Hayır. Nə oldu baba? Nə o? Nə? Yaxşı, gələm. Qaqa, nənəmi avtoxurqanlığa görə saxlayıblar. Mən dedim, sizə gəlin, yaxşı? Ana. İldə ayda bir dəfə yabana gələsən, yaban qaradoka. Bu da belə. Amma belədir ki, bırdayıq da ikimiz. Nədir? Bizə lazımdır. Nənə özünü yaxşı yaparsın. Qarpızdan yerim, pendirdən yerim özümüz. Nə yala? Nənə avtoxurqanlığa bax. Alaha da. Sponsor Yaban Qaradok.
Hayda. Bu pul almaq 5 dəqiqə çəkir də. Bunu aldın çıxdın. Nə oldu bu? Ne bileyim belə de. Bana, saqqalın burada nə işi var ha? Saqqal səsini eşitdin? Ne çakkal? Şirin diye bu. Neden ama? 100% şirin. Manyak. Düş kapan. Ala. Ala. Ara ağrıdır. Ala. Ay hakim. Ayda ala boynum. Ala kulaklarım. Ala. Ay. Ala hakim. Doktor özüm elle bak doktor. Ala ne olur bana? Hakim üstüne işgalsiz. Başka söhbətdir. Manual terapiyadır bu. Qaqa, manual terapka nədir ki? Mən bu ayağımda elə bir şey göbələk var qaqa. Bunun əlacı nədir, bu nətər edeyim mən bu? Bax, bu mənim sahəm deyil əslində. Amma mənim özümə də lazım olmuşdu, istifadə eləmişdim. Bax, ekzoderilinin həm damcısı var, həm məlhəmi var. Damcısı dırnaqda olan göbələklərə yaxşıdır. Məlhəm isə dərdə olan göbələklərə yaxşıdır. Və bunlar bir-birinə keçə bilər. Ona görə mən sizə tövsiyə edirəm ki, bunların hər ikisini alıb istifadə eləyəsiniz. Ala giyin ayakkabı. Ala giyin ayakkabı da, al ondan birini sürt də ayağıma da. Özdə ki, bura əl-ayaq sındırmaq üçün zatsın deyib, bir də bel ağrısı zad olanda gəlirlər həkimin yanına. Doğrudan mən də belimin ağrıları olur həkim, bu nəydən olmadı hə? Bel ağrılarının əsas səbəbləri oturaq həyat tərzi, pasiv həyat tərzindən olur. Sizin işiniz oturaqdır. İşiniz oturaq nədir? İşiniz oturaq? İşin oturaqdır. O nə deyir qaqa? İşiniz oturaq nədir? Deyir oturaqdır işin. Hə, şimdi mən işim oturaqdır. Harada belə oturaq işlər var, gəlir məni tapır da. Özüm ölüm. Bilən bizə mənə iş yoktur şey. Hakim başka bir gün baktı diye oturak böyle baba da oturak ya. Bomba olar, hamımız bir yerde geçer. Harada oturaq, harada. Ara hemşeherde oturmuş orada. Ara diyen o yeri değil ki ha. Hala. Başım gitti ya. Hakim, bugün ne kadar kazanmışsınız? Boş düşmədim. Bakı, ikinci merhale şartlarını ekranda göster. Doktor, biz topal adamlarıyıq. Nə? Topal adamlarsınız? Buranın arendasının pulu bizə satacaq. Bir də ki 1000 manatlıq bir dənə bizim belimizi qəşəng açarsan, quluncumuzu da qırarsan gedərik. Anladım. Olar ki, mənə avet pulu verəsən, mən ətir kulokumda yemək daşımayayım da. Utanıram, çox utanıram. İnansın, belə utanmamışam mən heç vaxt. Onsuz da metroda hamı ətir paketində bankada yemək aparır. Ətir paketində ətir aparan var. Utanılası şeylərdən heç utanmırsan sən. Salam. Salam. Bu kim idi? Hardan gəldi? Siz kimsiz? Oktay müəllim, mən maaşımı verin, yox sizdən şikayət eləyəcəm. Siz bizdə hansı vəzifədə işləyirdiniz? Office Diamond Fisting Manager. Niyə əlimə düşdü? Bu müsabiqəyə gələndə çox cazibədar geyinmişdi. Bu qədər. Ona görə işə götürdüm. Belə bir vəzifədə yoxdur. Özümdən uydurmuşam. Maaşınız nə qədər idi? Üzr istəyirəm. 2500. 2500? 2500. 2500? Hə, deyir ki maaşım 2500, amma bizdə də 2500 maaş yoxdur. Düz yəni 2500 manat hardan verək? Biz hələ işçilərə güclən 500 manat veririk. Vay, Sema, necəsən? Burada neynirsən? Gəlib ki, maaşımı verin. Az burada maaş nə gəzir? Sənə pul lazımdır? Get Nadir məndən istə də. Bilirsən onun nə qədər pulu var? Sən ümumiyyətlə ofisdə nə gəzirsən? Nə işləyirsən burada? Get, bir dənə qəşəng gözəllik salonu aç, bir dənə də belə çıqqılı-mıqlı tüklü it al, bir dənə də kitay maşını. Ağlın yoxdur da sənin. Gün kimi Nadiri sağa bilmirsən. Nadir mənim kimdir? Nəyinə lazım? Ne Nadir kimi? Nəyinə lazımdır? Məsələ həll olunub qutarım Nadir kimi, Nadir kimi. Sənə lazım Nadir. Qutar nə xanım? Mən indi gedim, sonra gəlib maaşımı alaram. Ay qız bəsdir də, get Nadirdən al da. Götür şöyle, qutarım da. Mən verməliyəm hamı pulunu. Oktay, sənə dəftərdə 5 yazdım. Vəfalılıq dəftəri açmışıq, yəni onları hər gün 5 yazırım.
Bu da bizim Avropa zalımızdır. Menyularımız standart, lüks, deluxe menyulardır. Toy eləyənlərə bəy gəlin maşını, üstəlik qızın cehizinin 50%'ni veririk. Bu modele göre her şeyi verirler yine. Bu toydan sonra Tarxun düşesi icazə versin aparmağa. Hari, kebabdan dişləri tökülənlərə də implant diş qoydururlar. Ha, git sən. Müəllim, bilirsiniz necədir? Allah saxlala bilmirik. Qoymusan bayaqdan üstünə yala. Toy zad nə də la? Biz topağın adamlarıyıq. Kassada nə qədər pul var davay gətir bura. Topal? Allah hədə davay pulu güldür bura. Topala canımız da qurbandır. Amma ki, müdiriyyət bayaq kassadan tüm pullar apardı, indi qalıb bomboş. Bomboşdur. Sən kimi üçün boşdur. Salam. Biz gələn ayın 29-u toy eləyəcəyik. Kimdən danışa bilərik? Atam mənə. Deməli bizdə burada Avropa zalı var, Şərq zalı var, menyularımız standart, VIP, deluxe, melux hamısı, gəlin maşını hədiyyə, gəlinin 50% hizlərini biz veririk. Buyur. Qaqa, bu elə bir restoranda öyle ya. İlk dəfə Şəbnəm Tonuzu burada oxuyanda əlinə dollarlar qoyublar. Qaqaş, o nə eləyim, necə eləyim deyirlər ha. O söz buradan çıxır. Bir də müğənni qonaqlarımız var. Ulduzlar. Bax, Röyadım, yanında Nizad Rəhimovdur, o klip. Mahnı oxuyubları, odur. Aygün Kazımovadır, Namik Qaraçıqıllıdır, Pərviz Bülbüllədir, bir də Embrazis qrupu. Hansı Embrazis? Allah ürəyin hansını istəyir, onsa ölkədə 10 nəfərə bir Embrazis qrupu düşür. Ürəyin sənin üçün bir dənə 2-3 dənə yaxşı oğlan tapın, bir dənə Embrazis qrupu yaradaq, oxusun sənin toyunda. Qruplaşma yatmır, qaqa, qruplaşma yatmır. Yaxşı da, 29'u boşdur bura. Müəllim, üzr. Boşdur, atam, boşdur, narahat olma. Boşa zalı gəzin, baxın, nə bileyim, bəlkə heç bəyənməz zalı. Amma onu deyim ki, əvvəlcədən beh də qoymalısın da. Zala baxmağa ehtiyac yoxdur, burada toyda olmuşuq. Elə oradan buranı bəyəndi. Beh nə qədər olacaq? 2000 manat. 2000? 2 min. Nə bilsən toyun pulundan çıxacaq. Deyir, qırılan qoşundandır. Qoşun qırılandandır. Ya da qırılan qoşun. Qoşun qırılır, nəysə. 1000 versəm olar? Ola bilər, day, sizdə, day, neyini yedin? Əla. Danışdıq, 29'u burada toydayıq. Sən burada yox, hələ biz də burada olacaq. Yazdıq, dəftərə yazdıq. Toyda yiyib çərgəzmişsin. Görüşərik, uğur olsun. Salamet qardaş. Salamet. Xoşbəxt ol. Normal xoşbəxt olun. Qaqa, həyama. Deməli, toydan 3 gün qabaq gəlirik, adam sayını, stolları dəqiqləşdiririk. Bax, bir yəndə belə klient tutsaq, patladırıq. Ay git. Biz burada işləmirik, topalın adamlarıyıq. Şikayət edin, Ana dayanında la. Gördün kastan necə doldururlar? Özüm şansor, qulaqastığım şanson. Necədir? Uşaqlar, getdik. Bu da xoşuma gəldi ya, yaxşıdır. Gülə. Sağ ol. Biləm, qaqa, qəşən pullar yığmışıq, ha. Zaman be. Şirin qaqaş deyirəm, bu zibili çıxmaz ki. Allah, sən xəstəsən. Topalın öz obyektində hamı ondan qorxur. Durub topala heç kim zəng eləməyəcək ki. Bizə inanırıq da, inanırıq. Olmadı ki. İnanırıq. Onu da qaqa, gəl. Bir deyək, bu traktor sürəndən soruşaq. Görək, topalı tanıyın, yoxsun yox. Doğrudan. Atam salam. Əleyk salam. Biz Topalın adamlarıyıq. Gəlmin boynuma. Görsən arəndə traktor götürmüşük, pul qazanırıq burada. Normal danışayım, başa düşün. İndi sən topalı tanımırsan? Tanıyıram, niyə tanımıram? Məhəllədə bir dənə topal var, itdir. Axsıyır o da. Xaloğlu, ruzun bol olsun, narahat olma. Rozumuz boldu çox şükür. 200-300 manat gündə pul qazanırım bu traktorun şotuna. Amma adam gələk bunun yiyəsi ola. Onu da 2 qat çox qazanarsın. Atam inşallah olar. Sən get Prior Leasingə. Yaxşı təkliflə sənə bir dənə traktor verərlər. Narahat olma. Oldu, yorulmayasan. Hələ mənim adımdan geç, Şirinin adından. Yaxşı da endirim eləyərlər sizə. Yorulmayasan atam. Sağ ol, qaqa. Qəşəng deyim, mən bir şey başa düşməm. Qaqa, bu gündə deyil, 200-300. Bəs onda kölgədə nə olur, qaqa? Ana da, haramışsan, ha? Hayır çək, hala. Başım dikəm, ağıllı ol, ha, normal. Bundan bağıtam, bu dilləri pul gördü, qudurdu. Həmin o bu mənim. Qaqa, mən də oyam, bundan sonra oyam, qaqa. Sən nə deyirsən, qaqa, bundan sonra oyam. Sən o deyirsən. Sən bizən kimi oxşayırsan, 14 fevraldan sonra zibilxanada tapılan mişqalar var. Yaşanama da sən girməyim. Ana sahib tutaram verəm, bundan da var. Qaqa.
Sən elə bilirsən o pulları sağ-salamat yeyə biləcəksən? Sən kimsən ala? Mən topalam.